12 gün davam edən İran-İsrail müharibəsinin yekunlaşdığını demək olar. İsrail tərəfi vaxtilə İranla qarşı durmanın 2 həftə ərzində başa çatacağını açıqlasa da proseslər bir qədər tez yekunlaşdı. Müharibənin dayandırılması fonunda burada kimin qazanclı tərəf olub-olmadığı sualı aktuallaşdı. Sualın cavabına keçməzdən öncə bildirək ki, tərəflər arasında son olaraq razılaşdırılmış atəşkəsin ömrü 3 saat çəkdi. Bu müddət ərzində İsrailin müdafiə naziri orduya İranın atəşkəsi pozmasına qətiyyətlə cavab vermək və Tehranda rejimin hədəflərinə qarşı zərbələr indirmək barədə göstəriş verdiyini açıqladı. İran tərəfi isə atəşkəsin pozulmasında qarşı tərəfi ittiham etdi. Bir sözlə proseslərin gedişatında tərəflər arasında siyasi söz savaşı da davam etdi. Atəşkəsin pozulduğu bir məqamda müharibə tərəflərinin hərəkətləri ilə bağlı Amerika Birləşmiş Ştatlarından reaksiya gecikmədi. Ölkənin 47-ci prezidenti Donald Trump baş verənləri nailiyyətinin pozulmasına cəhd kimi xarakterizə etdi. Qərb nəşrləri hərəkətə keçdi. Məsələn, Reuters yazdı ki, Birləşmiş Ştatlar lideri hər iki tərəfdən narazıdır. Məlumata görə Trump hər iki tərəfin atəşkəsi pozduğunu bildirib. ABŞ prezidentinin xüsusilə İsrailə qarşı qəzəbli olduğu açıqlanıb. Gərginlik fonunda İran da qarşı tərəfə cavab zərbələri indirdi. Cəmkəran məscidi üzərində qırmızı qisas bayrağı qaldırıldı. Gedişatda İranın nüvə obyektlərinə zərbələr endirilməsinə və onların məhv edilməsinə dair Amerikadan xəbərlər tirajlanmağa başladı. CNN isə yazdı ki, Birləşmiş Ştatlar kəşfiyyatının ilkin qiymətləndirməsi göstərir ki, Amerika ordusunun keçən həftə sonu İranın 3 nüvə obyektinə indirdiyi zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib və çox güman ki, onu yalnız bir neçə ay gecikdirib. Nəşrin açıqlaması Ağ Ev rəhbərinin qəzəbinə səbəb olub. Prezident Trump sosial şəbəkə hesabında paylaşım edərək CNN iflasda olan The New York Times ilə birləşərək tarixin ən uğurlu hərbi zərbələrindən birini kişiltməyə cəhd edir deyə bildirdi. Dövlət başçısı İrandakı nüvə obyektlərinin tamamilə məhv edildiyini həm Times, həm də CNN-in ictimaiyyət tərəfindən sərt tənqid olunduğunu açıqladı. İranın Xarici İşlər Nazirinin müavini Səid Xatibzadə açıqlama verərək Vaşinqtondan İranın nüvə infrastrukturunun məhvinə görə kompensasiya verməsini tələb etdiklərini və ölkəsinin BMT-yə rəsmi şikayət edəcəyini bildirdi. İndiki şəraitdə müharibədən kimin qazanclı çıxıb-çıxmadığına dair fikirlər isə birmənalı deyil. İran isə faktiki olaraq həm İsrailə, həm də ABŞ-ın hərbi bazalarına zərbələr endirməklə öz imicini qorudu. Amma bundan sonraki mərhələ, yəni danışıqlar prosesi təbii ki, İrana təzyiqlərlə müşahidə olunacaq və belə deyək, nüvə sazişindən çıxdığını bəyan edən İran, danışıqlar prosesini dayandırdığını bəyan edən İran, son nəticədə danışıqlar masasında oturmağa razılıq veribsə, təbii ki, artıq üstün tərəfin İsrail-ABŞ koalisiyası olduğunu deyə bilərik. Və o da dəqiqdir ki, indi danışıqlar masasında İrana təklif olunan saziş müharibədən öncə təklif olunan sazişdən daha sərt olacaq. İran Milli Təhlükəsizlik Şurası İsraillə müharibədə qalib gəldiyini elan edib. Bildirilib ki, Tehranın qələbəsi İsraili bir tərəfli qaydada hücumlarını dayandırmağa və məğlubiyyətini faktiki olaraq etiraf etməyə məcbur edib. İran Silahlı Qüvvələrinin düşmənlərinin sözlərinə inanmadığı və barmağını tətikdə saxlamaqda davam etdiyinə diqqət çəkilib. İranın istənilən yeni təcavüzə cavab verməyə hazır olduğu vurğulanıb. İran böyük bir etibar və həm millət nəzdində, həm uluslar arasında etibar kaybına uğramışdır. Amerika zorla bu iki ölkə arasında atəşkəs elan etmişdir. Mənə görə bu atəşkəs məsələsi hər an qırıla bilər, keçicidir. İran atəşkəs günündən sonra biz nükleer uranyum zənginləşməsindən geri çəkilməyəcək, nükleer təsislərimizi təkrardan bərpa edəcək, füzələrimizi gəlişdirəcək danışmasındadır və Amerika məncə bu neçə gündə təkrardan İranın müzakirə masasına gəlməsini istəyəcək. Sakitliyin bərqərar olması ilə İran hökuməti casusların cəzalandırılması istiqamətində tədbirlərini gücləndirib. 12 günlük müharibə müddətində İsrailə casusluqda və muzlu işləməkdə itham olunan 700 nəfər həbs edilib. Kütləvi informasiya vasitələri yazır ki, həbs olunanlar ölkə ərazisində Mossadın sifarişini yerinə yetirməkdə, onlara informasiya ötürməkdə, PUA istehsalı və tətbiqində, eləcə də digər əməllərdə günahlandırılır. Məlumata görə təkcə Tehranda İsrailin sifarişi ilə hazırlanan 10.000 civarında PUA aşkarlanıb. Son məlumatlara əsasən saxlanılan şəxslərdən 3-ü məhkəmənin hökmü ilə edam edilib. İsrailin Milli Təhlükəsizlik naziri Ben-Gvir son açıqlamasında bildirib ki, İrana qarşı cəhənnəm qapılarını açmağın və ölkəsinin Orta Şərqdə suveren tərəf olduğunu sübut etməyin vaxtıdır. Bu açıqlama İsrail və Birləşmiş Ştatların hələ bir müddət İranı diqqətə saxlayacağına işarə kimi xarakterizə olunur. Belə bir situasiyada İranın əsas müttəfiqləri Rusiya və Çindən lazımi dəstəyi ala bilib-bilməyəcəyi sualı aktuallaşır.
Təhlillərə əsasən bu iki ölkənin kritik qarşılıq almayacağı təqdirdə İrana yardımı real görünmür. Zeynəb Mirzəyeva, Real.